Herkes salam, kanalıma videomuza xoş gəldiniz. Mən Asim. Bu günləri maraqlı bu video çəkməyə çalışdığım üçün PlayStation-a falan gedəcəyik. Sonra riyaziyyat hazırlığından sınaq var, onu yazacağıq. İndi hal-hazırda onlayn dərsdəyəm və həndəsə keçirik. Qabağımda burada makaron var, makaron yeyirəm. Burada da zero. Neyse de yani belə hal-hazırda dərsdəyəm. Dərs 1-in yarısı qurtardı. Saat hal-hazırda 15:20 dəqiqə. 10-da başlayıb 1-in yarısı qurtardı. Sağ olsun baba saxlayır müəllimimizi. Neyse sonra 1-in yarısı tez bazar buradan qaça-qaça hazırlığa gedirəm. Orada sınaq yazıram. Ortalama 1 saat falan. 2-in yarısı evə gəlib fizika tapşırıqlarım var. Onları yazmalıyam. Sonra da yaxın 4-5-in yarısı üçün görüşüb PlayStation-a gedəcəyik. Uşaqlar indi çıxdım evdən gedirəm hazırlığa. Gəlin gülməli bir şey danışım. Nəsə biz dərsdəyik indi, həndəsəni öyrənirdik. Bu doğrusal açılar türklərdən öyrənirdik. Nəysə, testi işləyəndə biz onun cavablarını belə necə deyim 3-4 saniyəlik gördük də. Belə aşağıda var cavablar. Müəllim səhvən sürüşdürdü ona biz cavabları gördük. Nəysə, bəs bir dənə uşaq dedi ki, belə cavabları gördünüz. Deyib bir onsuz da müəllim həllini istəyir də buna. Mən etdim ki, cavabı biləndən sonra həndəsət də Tapıda ağzımıza gələn yaxı əvvəl bir cürə düz çıxacaq da bu. Bəs müəllim də şeylədi ki, Asim heç nə, bir nə qəttə işləyəcək taparam. Göndərirəm üstümə sənin. O nəysə, bu şeyləri üstündən 1-2 saniyə keçdi. Və şeylədi ki, səndə elə düzbucaqlı bucaq düzəldirəm, Pifagor da səhv çıxar. Azibi, indi biz dərsdə hamımız başlamışıq gülməyə. Çox bomba söz, yəni sənin elə düzbucaqlı düzəldirəm, Pifagor da səhv çıxar. Yəni kimləsə dava elə söz falan. Polno deyə bilərsiniz bu sözü ki, sənin elə düzbucaqlı düzəldirəm, Pifagor da səhv çıxar. Yəni qəşəng, çox güldüm bu arada o sözə. Çox qəşəng idi. Sonra mən ağzımı açmaq istəyənlər də o sözü deyirdi. Hər dəfə 3-4 dəfə dildə sənin elə düzbucaqlı düzəldirəm, Pifagor da səhv çıxar. Nəysə, indi hazırlığa gedirəm, düzbucaqlardan sınaq yazdıyıq. Sınaqdan sonra da evə qayıdıb fizika işləməliyəm. Sonra da PlayStation-a gedəcəyik. Alındırsam orada da video çəkərəm. Nəysə də özü yaxşı baxın. Söndürüm kameranı. Bu sınaq da inşallah qəşəng keçər. Deməli belə hazırlıqdan çıxdım, indi evə gedirəm. 25 dən sualdan 2-sini səhv elədim. Çünki mən biraz tələmtələsi yazdım həm də. Ki tez bazar gedəndə evə gedə biləm. Təxminən bir testin bitimini 15-20 dəqiqə qalıb bitirdim mən. Belə də yəni bu cürlə. 2 səhvdə ki elə yerdə səhv eləmişəm. Biri düstur idi, düstur yadımdan çıxdı deyənə, bilmədim nə edeyim. Getdim Pifagordan yazdım. Düzbucaq. Pifagor səhv çıxdı. Sonra biri də ki, hündürlüklərinə əlaqəli bir şeydir. Orada da getdim düzbucaqlı, üçbucaq yaratdım. Prosta sən deməm 2 dənə bucaq vermişdi. Həmin o 2 bucaqdan çəkilən hündürlüklərini işləmək lazım imiş. Mən gəlib 3-cü bucaqda qalıb 3-cüdən də hündürlük keçirmişdim. Ona görə biraz qaşamalaş olmuşdu məsələ. Yəni cavab 58-dir. Mən gəlib 55 tapmışam. Əslində çox da mənim günahım vardı. Yəni 3-cü tərəf eləməsəydim cavabı düzəldirdim. Bu 58-i mən almışdım. Burası 3-cü bucağı da keçirmişdim deyə əlavə olaraq mən 55-ni almışdım. Bu 55-i də almışdım deyə məsələ səhv oldu da. 100 baldan 92 bal yığdım. Burası içbucaqları sevirdim. İçbucaqlar qəşəngdir. Oradan az yığmaq 92 almadı biraz.
Uşaqlar deməli belə, saçım başım. Həm fizikadan qaydaları yazdım, amma tapşırıqları yazıb çatdıra bilmədim. Saat hal-hazırda 4-dür, 5 işləmiş üçün falan da çıxacağıq. Yəni fizikanı böyük ehtimalla qaydandan sonra yazarım. Çatdıq indi PlayStation-a F26 oynayırıq. Alası oyun başlatdıyam. Nəsə də qulluq eləyirəm bunlara. O yüzden bir çay da aldım, değil mi? Alıp. Bu ne kabı diye böyle? Kimin sabah bəxti getirdi ya? Yekə koydum. Baxın. Sen yekə koydun. O mənim. Özüm yiyeceğim bunu. Tamam. Belə dostlarımızı etiketləyin. Bu TikTok'ta efekt var ya. Xiyarı bölür ortaya. Bir de, bu da benim de qaqaş. Bu ne qaldısa bu da benim. Oy gibi. Tort sayt olurdu burada. Sayt olurdu diye buna. Asım cici tortu koyun mən kesim. Belə tortdan. Tort içməkcə sənə də biraz qoyum qaqaş. Ay, angry macina. Niye koy? Ne yapışıyor bu da koydu. Başlamışsan. Davay bunu da özümə qoyuram. Ad çəkmi. Ay, bəsdir görüm. Qəşəng, всё. Tortların uyumluluq sürəsinə bağlanmıyor. Gözü çaylar da sizin. Çayın biri belədir, belə. Afşan işləməyə meyilli səndə. Bu nədir? Nə ola bilər? Aslında nə yaxşıyır o? Uğudur, ay bir daxil. Of. Ola bir dənə TikTok'da şey var, istədim eləyim. Mənim TikTokum yoxdur, baxma. Bura biraz sayda qırdım, haqqımızı halal edin. Biz TikTok'u etiket yaran bura. Nəsə götürün çaylarınızda. Davay çay boyumu verin indi. Uşaqlar deməli buradan çıxdıq. İndi taksi vurduq, gözləyirik gəlsin evdə. Axır əvvəl taksiyə minə bildim. Bilmirəm, olimpiyada videoma baxmaq. Yəni taksiyə minə bilmirdim, axır əvvəl minirəm o taksiyə. Bilmirəm, siz bir dəqiqə mənim üçün nə dərəcədə görürsünüz, nə dərəcədə görmürsünüz. Mən çatdım evə. İndi yoldayım da, yəni evə çatıram daha doğrusu.